Salyanda 41 yaşlı kişinin arvadını və qaynanasını döyməsi ilə bağlı məhkəmə işi başa çatıb. Məlumata görə 1984-cü il təvəllüdlü Camal ailə münaqişəsi zamanı qaynanası Fəridəyə xəsarət yetirdiyi üçün qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham olunub. İfadəsində Camal bildirib ki, 2014-cü ildə qohumu Samirə ilə ailə qurub və 4 az yaşlı övladı var. O fəhləlik edərək ailəsini dolandırdığını, işdən sonra isə mütəmadi olaraq 250 qram araq içdiyini deyib. Onun sözlərinə görə içki səbəbindən ailədə tez-tez mübahisələr yaşanır. Hadisə günü də o nahar zamanı içki qəbul edib. Camal deyir ki, Samirə içkiyə görə etiraz edib və övladlarının əməliyyatı üçün pul toplamağı tələb edib. Tərəflər arasında mübahisə yaranıb və Camal əsəbləşərək arvadına bir neçə şillə vurub. Daha sonra evdən çıxıb və bir neçə saatdan sonra qaydanda həyat yoldaşı və uşaqlarının evdə olmadığını görüb. Onların Samirənin valideynlərinin evinə getdiyini öyrənən Camal ora gedərək ailəsini geri qaytarmaq istəyib. Aramızda yenə mübahisə düşdü. Samirənin qolundan yapışaraq sürməklə evdən bayıra çıxaranda anası Fəridə və bacısı Sevda araya girdilər. Buna əsəbləşərək əlimdə olan mobil telefonla qaynanamın başından bir dəfə zərbə ilə vurdum. Bu vaxt Sevda Samirə ilə birlikdə mobil telefonu əlimdən alaraq məni evdən qovdular deyə Camal bildirib. Zərər çəkmiş Fəridənin sözlərinə görə Camal əvvəlcə Samirəni saçından tutaraq yerə yıxıb və yumruqla vurub. Fəridə araya girəndə isə Camal onu da yumruqlayaraq başından yaralayıb. Qanaxmanı görən Camal hadisə yerindən qaçıb. Fəridənin həyat yoldaşı vəziyyəti görüb 102 qaynar xəttinə məlumat verib və onu xəstəxanaya aparıb. Camal istintaq zamanı özünü təqsirli bildiyini və peşman olduğunu deyib. Məhkəmədə tərəflərin barışdığı, zərər çəkmişin isə şikayətini geri götürdüyü məlum olub. Salyan rayon məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və Camal cinayət məsuliyyətindən azad edilib. Qeyd edək ki, adlar şərtidir.